Deməli, əzizlər, qurbanlıqla əlaqədar zəruri sual, cavabları, məsələləri sizinlə müzakirə etmək istəyərdim. Həcc ziyarətində olmasalar belə imkanı, yəni maddi bacarığı olan hər bir şəxs üçün qurban kəsmək müstəhəb-i müəkkəddir. Yəni, təkid olunub, savabı var ki, buna imkanı, qüdrəti çatan kəs qurban kəssin. Əgər bir şəxs qurbanlığın puluna sahib olsa, əlimdə qurbanlığın pulu var, lakin kəsmək üçün heyvan tapa bilməsə, onun dəyərini, yəni pulunu sədəqə verməsi müstəhəbdir. Mənə suallar verirlər, deyirlər ki, məsələn, mənim qurbanlığım üçün pulum var. Onu məsəl üçün kiminsə dərman puluna və ya hansı bir xeyir işə sərf edə bilərəmmi? Əgər siz nəzir, əhd və yaxud da ki, and kimi bir şərtlər qoşmamısınızsa, əlbəttə ixtiyar sahibisiz. İstəyirsiniz o pulla qurban kəsərsiniz və yaxud da ki, əgər zərurət yaransa və ya heyvan tapa bilməsəz və ya daha bir önəmli bir xeyrə səbəb olacaq bir şey olsa, əlbəttə onun pulunu sədəqə də verə bilərsiniz və ya bu kimi işlərdə sərf edə bilərsiniz. Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? Bir heyvanın iki və ya daha çox şəxs tərəfindən müştərək, yəni şərikli şəkildə qurban kəsilməsi caiz, icazəlidir. Xüsusilə də qurbanlıq heyvan az tapıldıqda və qiyməti yüksək olduqda. Yəni, bəzən, qiyməti bahadır, mən neynim? Başqa bir adamlarla 2-3 nəfər yığışıb bir qurban kəsə bilərsiniz. Nə zaman kəsilməlidir? Qurban kəsmək üçün ən fəzilətli vaxt qurban bayramı günü günəş doğduqdan və bayram namazını qılacaq qədər vaxt keçdikdən sonradır. Əzizlər, fitr bayramında yaxşıdır ki, insan fitrə zəkatını versin, sonra bayram namazı qılsın. Qurban bayramında isə bayram namazını qılıb, daha sonra qurban kəsmək daha yaxşıdır. Vay, mən qurban günü çatdıra bilmədim, kəsdirə bilmədim, nə edim? Eybi yox, obrisi gündə kəsə bilərsiniz. Mən özüm buradayam, pul verib, məsələn, Azərbaycanda kəsdirə bilərəmmi? Bəli, edə bilərsiniz. Bunu da qeyd edim ki, bəzi insanlar var, qurbanı Afrika və sair ölkələrə göndərib kəsirlər. Əzizlərim, bu Allah qəbul eləsin, bir işim yoxdur, amma Azərbaycanda da bəs qədər fəqirlər, yoxsullar və haqqı çatan kəslər var. Onları diqqətdən qaçırmaq olmaz. Daha sonra mən hər dəfə deyirəm, hər bir insana bəlkə də bir zərurətdir ki, heç olmasa il boyu 1-2 nəfər, bir kasıb, həqiqi ehtiyacı olan kəslər tapsın, bir gözaltı eləsin ki, əlinə imkan düşdükdə bu adamlara kömək eləsin. Nəinki qarşıma çıxanda il ərzində 1-2 dəfə edim. Yox, Quran ayəsində də var, onların mallarında sail və məhrum kəslərin haqqı var. Mənim əlimə gələn pul mənim pulum deyil, Allah bunu mənə yetirib. Bunun içərisində öz ehtiyaclarım da var, aləmin də ehtiyacları da var və başqa digər həqiqi ehtiyacı kəslərin də haqqı var, onları unutmaq olmaz. Hansı heyvanlardan qurban kəsmək olar? Qurbanlıq heyvan dəvə, inək, qoyun və ya keçi olmalıdır. 5 yaşı tamam olmamış dəvə, 2 yaşı tamam olmamış inək və keçi, belə 7 ayı tamam olmamış qoyun qurbanlıq üçün kifayət etmir. Adətən ki, qoyun kesilir, baxılsın ki, bu 7 aydan aşağı olmasın. Yaxşı, bu qurbanlıq ətlərini necə paylayaq? Qurban kəsən şəxs ətin 1/3-ni özü üçün götürə bilər. Yəni, kəsdiyiniz qurbandan özünüz üçün götürə bilərsiniz, qadağa deyil. Digər 1/3-ni istədiyiniz müsəlmana hədiyyə edin. Daha yaxşı olar ki, yerdə qalan sonuncu 1/3 hissəsini müsəlman fəqirlərə sədəqə verəsiniz. Əlbəttə, eyib yoxdur. Bəzən tanıdıqları imkanlı adamlara verirlər qurbanlığı. Bu iş haram deyil. Və ya qurban kəsirlər, onun ətini özünün də yeməsi haram deyil. Sadəcə siz savab qazanmaq istəyirsinizsə, bunu layiqli yerlərə çatdırmağa çalışın. Deyək ki, bir nəfərin körpəsi var və onun üçün əqiqə qurbanlığı kəsmək istəyir. Əgər bu şəxs qurban günü müstəhəb qurban kəssə, bu qurban həmin körpənin əqiqə qurbanını da əvəz edər. Bəs dünyasını dəyişmiş kəs üçün qurban niyyət etmək olar? Bəli, olar. Məsələn, Peyğəmbərin, imamların, xanım Fatimənin və ya valideynlərdən kimisə rəhmətə gedəniniz varsa, onun niyyətinə qurban kəsdirməyiniz mümkündür. Yəni, bu da rəca
qəsdi ilə olmalıdır. Yəni ümid məqsədi ilə olmalıdır ki, ilahi ümid edirəm bu qurbanın savabını məsələn filan kəslərə hədiyyə elə və ya onun adından edirəm. Yaxşı, bir heyvanı bir neçə nəfərin adından kəsmək mümkündürmü? Bəli, mümkündür, heç bir maneəsi yoxdur. Qurban kəsərkən nə edək? Əzizlərim, mən heyvan kəsilməsinin qaydasını detallı izah etmişəm. Ona baxa bilərsiniz. Sadəcə bunu qeyd edim ki, qurban kəsilən zaman demişəm ki, heyvanın yəni ki, üst tərəfi qibləyə çevrilməlidir və bu qeyd etdiyim duanı oxumaq lazımdır ki, dua deyəndə ki, bu özü Ənam surəsinin 79, 162, 163-cü ayələridir. Bundan sonra Bismillah və Allahu Ekber deyib heyvanı kəsmək lazımdır. Yalnız Bismillahirrahmanirrahim də demək olar. Kəsiləndən sonra isə bax, bu dua oxunulmalıdır. Bəs heyvanın erkək dişi olması söhbəti necə olsun? Heyvanın erkək və ya dişi olması qurbanın düzgünlüyünə, səhihliyinə heç bir təsir göstərməz. Lakin dəvə və inəkdə dişi olanı, qoyunda isə erkək olanı qurban kəsmək daha fəzilətli üstündür. İndi heyvan kəsən adamlar bu məsələlərə diqqət eləsinlər. Təəssüflər olsun ki, qurbanlıqda çox heyvan kəsilir. Bəzi qəssablar, əzizlər bu şeylərə diqqət etmirlər. Bıçaq əvvəlcə itilənməlidir. Bıçağı heyvanın gözü qarşısında itiləmək düz deyil. Heyvan qibləyə tərəf çevrilməli və Allahın adı qeyd edilməlidir. Digər heyvanların gözündən uzaq kəsin heyvanları. Heyvanın gözünün qabağında kəsməyin. Qurbanlıq heyvanı yerə yıxdıqdan sonra dərhal kəsmək lazımdır. Heyvana əziyyətlər verməyin. Kəsməmişdən öncə ona bir yaxşı baxın, suyunu verin. Kəsdikdən sonra dərhal, yəni başını üzmək lazım deyil. Gözləməlisiniz ki, qan axıb tamamilə geçsin. Mən bunun təfərrüatını ayrı danışmışam. Bir də buna diqqət etmək lazımdır, əzizlər. Əti halal olan heyvanın bəzi bədən üzvlərini yemək haramdır. Bu barədə də danışmışam. Bir daha yadımıza salaq. Qan, fəzlə, yəni heyvanın nəcisi, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, duşul adlanan vəzlər, yəni artıq ətlər, erkəklik yumurtaları, xayalar, başın beyin nahiyəsində olan noxud ölçüsündə toxum, onurğa sütununun içində olan haram ilik, ehtiyat vacibi əsasən onurğa sütununun iki tərəfində olan piy, öt kisəsi, dalaq, sidik kisəsi, bir də gözün bəbəyi.